Salam değerli izleyiciler, her vaxtınız xeyir olsun. Kanalımıza müraciət edən Səmədova Natəvan dedikləri var. Natəvan xanım, buyurun, siz təqdim edin əvvəl. Mən Səmədova Natəvan, oğlum Hənifəyev Cahidin cənab prezidentimizə müraciəti var. Cənab Prezident İlham baba, Mehriban nənə, bizim evimiz yoxdur. Kirayədə qalırıq. Anam xəstədir. İcra başçısı bizi qollayır, polis çağırır, xətər yaranır. Mənə məktəbə götürmürlər. Sən oxumaq istəyirsən? Hə, oxumaq istəyirəm. Natəvan xanım, şikayətiniz nədən ibarətdir? Budur ki, şikayətim biz kirayə qaldığımıza görə bu uşağı hansı məktəbə müraciət edirəm götürmürlər. Mən də özüm 2-ci qrupa əlil olduğuma görə istəyirəm uşağım iş yerimə yaxın bir ərazidə oxusun ki, mən onu aparıb gətirə bilim də. Mən də yəni xəstə olduğuma görə mənim narahatçılıqlarım var. Onun üçün istəyirəm uşağım oxusun da. Üzdə yəni 1-ci sinifə gedəsidir, amma 3-cü sinifin inanın ki, riyaziyyatını eləyir bu uşaq. Yəni çox savadlıdır. Hansı məktəblərə? Hansı müraciət edirsiniz? Mən Ankara liseyinə müraciət eləmişəm, bir də Heydər Əliyev liseyinə müraciət eləmişəm. Heç birindən yəni müsbət gəlmədi. Hamısı yəni atkaz elədi. Atkazın səbəbi nədir? Yəni ki, Deyirlər ki, ərazi üzrə deyil. Amma mən Heydər Əliyev liseyi Xətai rayonundadır. Bizdə Xətai rayonunda qeydiyyatda yox. Amma mən kirayədə qalıram. Yəni qeydiyyatda da anamın mənzilindəyəm. Orada da yəni çox bərbad bir vəziyyətdir. O da Həzaslanov ərazisindədir. Amma mən Xətai rayonundadır. Amma uşağı mən zaten aparıb gətirmək mənim üçün çətin olur da. Mən işimin yanında qoymaq istəyirəm ki, uşağı işimə gedəndə aparım qoyum, sonra da götürə bilim də. Mənə rahat. qoymaq istəyirsiniz. Ankara liseyi, Ankara liseyi bizə daha yaxındır da, yolun o bir üzündədir. Mən qoyub tez götürə bilərəm. Müraciət etmişsiniz. Müraciət etmişəm, atkaz gəldi mənə. Nə gəldi? Yəni imtina nədir? İmtina gəldi ki, öz ərazimiz deyil. Oldu. Kimə müraciət etmişsiniz? Cənab prezidentimizə, Mehriban xanıma xahiş edirəm, mənim uşağımın səsini eşitsinlər, bizə bir köməklik eləsinlər. Çünki mənim bu vəziyyətimiz çox pisdir. Bu kirayəçilik, mənzil növbəm var, heç bir yer qəbul eləmir. Xətai rayon icra başçısının neçə dəfə qəbuluna getmişəm, bizi polislə çölə atıb. Bu uşaqla məni çölə atıblar. Aburlu başlı polisi çağırıb bizi apartdırıb. Elə bir biz orada nəsə bir böyük bir şey eləyirdik. Sadəcə olaraq dedim ki, növbəm neçəncidir də. Mənə heç bir cavab vermirlər. Deyirlər, çıx, get buradan, buralığa gəlmə. Bu belə olur. Yəni özüm də xəstəyəm, çox, yəni xəstəliklərim çoxdur. Yəni biraz, yəni vəziyyətimiz çox pisdir. Neçənci qrupdur? 2-ci qrup əliləm, 9 yaşımdan. 92-ci ildən də mənzil növbəsindəyəm. Gedib müraciət edəndə də çox vaxt deyirlər ki, mənzil növbəmiz dala da gedə bilər, qabağa da gedə bilər. 13-cü adam oyduq 1-2 il bundan qabaq. Necə olur ki, növbədə həm dala gedir, həm qabağa? Onu mən bilmirəm də, onlar elə deyirlər. Başa düşdük. Növbədə kimlər öndədir, onlara verilən sonra siz qabağa edirsiniz. Sizin dala düşməyinizi səbəb. Onların bizə dedikləri söz budur. Ya da ki, dedim sizə, 2 dəfə bu uşaqla getmişəm, bizi belə rəsmən çölə atıblar. Rəsmən çölə atıblar, polis çağırıb. Bəli, icra hakimiyyətində bizi çölə atıblar. İndi mən kirayəçiliyimə görə bu uşaq məktəbə heç kəs götürmür ki, kirayə harada qalırsınız, o ərazidə də uşaq getsin məktəbə. Siz icazə verirsiniz ki, uşağınız bizi görürsün. Bəli. Yəqin kanallarınız vasitəsilə Xahiş edirəm, yəni prezidentimiz məncə uşağın səsini, sabah da uşaqlar günüdür, 1 iyundur. Məncə prezidentimiz bunu eşidər. Xahiş edirəm ondan, Mehriban xanımla, yəni bizə bir köməklik eləsin. təşəkkür edirəm xanım. Kanalımıza abunə olun, paylaşın.